Hə, qardaşlar, salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Biz könüllü nəzarətçilər ictimai birlik olaraq bizə bir vətəndaş müraciət eləyibdir. 2 ildir, bax, bu uşağın pensiyası kəsilib. Buyurun, buna bir baxın. Bu uşaq 7 dəfə əməliyyat olub. Bir buna baxın. Bax, qolundan. Bütün ayaqları da bax. Belə anormal şəkildədir. Baxın. Baxın buna. Dizini qaldıra bilərsən dedi. Bu mümkün. Çək. Hə, nə olar çək. Belki yukarıdan çıkardım. Hə, nə olar çıxart, problem deyil. Ha, problem deyil, narahat olma, nə olacaq dedi. Çək, bu nədir? Bunun dizləri deyil, burada. Baxın buna, bax, görün bu nə vəziyyətlər. 7 dəfə əməliyyat olub bu uşaq. Hə, onu çək yuxarı. Çək yuxarı. Dədə, qolların qaldır bir. Qolların qaldır. Düz tut, qollarını düz tut. Bir buna baxın, ay hörmətli izləyicilər. Ay hörmətli, bax, bunun pensiyasını kəsənlər. Bunu siz nə deyib bunun pensiyasını kəsmişsiniz? Bax, bu uşağın günahı nədir? Bax, bunun ayrı nə istəyirsiniz ki, bunda hansı bir problem olsun? Buyurun, bir buna baxın. Bu uşaq 7 dəfə əməliyyat olubdur, qardaş. Travmatologiya institutunda dəfələrlə olubdur. Ondan sonra 7 dəfə əməliyyat keçirib. Bax, bunun ayağı, bax, bu formada. Bax, bu uşağın, bax, niyə kəsmişsiniz? Bax, bu nədir? Bax, bu hara getsin? Bunu niyə kəsmişsiniz, qardaş? Bax, bunun pensiyasını, bu uşağı mən görəndə mənim ürəyim ağrıyır. Baxın, bax, buradan elə əməliyyatın yeri, bax, burada bilirik. Bax, bu nədir? Baxın buna, bax, buradan əməliyyat olub. Sonra bu da buradan əməliyyat olub. Dizlərindən olubdur. Buna bir diqqətlə, qabağa tut qollarını, dedi. Bax, fikir verirsiniz. Bax, buna baxın. Bunu nə deyib kəsmişsiniz pensiyasını, qardaş? Bax, bu nədir bu gündə? Baxın buna. Nədir bu belə? Xahiş eləyirəm, aidiyyəti qurumlardan bir yoxlanış eləyəndə diqqətli olun. Görün, siz nəyə yazmırsınız, düzgün rayət eləmirsiniz, qardaşlar. Bunu Allah götürməz, eyvallah. Buna bir baxın. Bax buna. Düz tut, qolunu düz tut, dedi. Buna bax. Ayağının da biri uzundur, biri qısadır. Qolunun da biri. Sal qollarının yanına sal, dedi. Baxın buna. Bunun məhkəməli işini, hamısını vermişim, baxın. Bütün məhkəmələr işini vermişim. Əməliyyat da hər yerə əməliyyat. 7 dəfə əməliyyat olub. Hələ güya bu düzəlib də, güya. Buna bir baxın. Hər əməliyyatda da pullar vermişim. Mən aidiyyəti qurumlara müraciət eləyirəm, belə şeyləri eləməyin. Köməklik istəyirik, qardaş. Bu uşağa biz köməklik istəyirik ki, bu uşağın haqqı yerin tapsın da. Bu olmaz axı. Baxın buna. İşləri də məhkəmələrə vermişəm. Həkimlərdən nə qədər sənət alıb getmişim, hamısı hava işdir. Gedib işləyə də bilmirik. Qolunu düz tut, edək. Qaldı, qabağa qaldı qolun, qadının, qaldı. Yanımda hər yerdə. Buna bir baxın. Vallahi ayıqdır, Allah'ın da olsun, həqiqətən bu inanılmaz bir şeydir, qardaş. Mənim şimdi verdilər, məhkəmələrdə məni sürüyürlər. Anadan gəlməd də. Hə, anadan gəlmək. 18 yaşına kimi də pensiya alıb, 18-dən də kəsirlər. Nə deyib kəsiblər, qardaş? Bu uşaqla neynəməlidir? Gelib, bunun iş qabiliyyəti var, bu işləyə bilər. Yox, işləyə bilər. Ağrıyır, anası geyindirib, gecindirir. Bunun hələ dizdən yuxarı ombası. 7 yerdən əməliyyat olub, 7 dəfə əməliyyat olub bu uşaq. Olmaz Gen üstündə elətdirmişəm. Hamısına pullar töymüşəm. Mən qardaş, könüllü nəzarətçilər ictimai birlik var. Onun da rəhbəri bizim Allah can sağlığı versin, Təyyar müəllim var, Təyyar Zülfüqarov. İndi inşallah mən onu birbaşa bizim prezidentin çağırışına qoşularaq ictimai birlik yaranıb. Onun da rəhbəri Təyyar müəllimdir. İnşallah mən onu ataram Təyyar müəllimə özü. Hər tərəfə də məlumat vermişəm. Cavab gəlir. İnşallah köməklik olunur. Allahın köməkliyi ilə. Hər tərəfə də məlumat. İndi sənədləri də inşallah çəkib atarıq, paylaşarıq.
aidiyyəti yerlərə gedib çatar. Xahiş edirəm bu uşağa köməklik olunsun. Çox sağ olun. Hörmətlə Füzuli Regional Təşkilatının sədri İbrahim Həsənov. Sağ olun.